Rusiyanın hiləli taktika. Kiyev bunu eləsə daha böyük təhlükə gözləyə bilər. Sülh müqaviləsinin bir hissəsi olaraq Donbasda hər hansı güzəşt müharibənin bitməsinə kömək eləməyəcək. Əksinə, Rusiya yalnız Ukraynanın dərin ərazilərinə daha böyük bir hücuma hazırlaşmaq üçün vaxt qazandıracaq. Report xəbər verir ki, bu barədə New York Times yazıb. Analitiklər xəbərdarlıq ediblər ki, Rusiyanın Ukraynanın Donetsk bölgəsi üzərində tam nəzarəti ələ keçirməkdə israr eləməsi sadəcə simasını xilas eləmək üçün işlədilən bir hilədən daha çox şey ola bilər. Ekspertlər Slavyansk və Kramatorskun təslim olmasının Kiyevi şərqdəki ən güclü müdafiə xəttindən məhrum eləyəcəyindən ehtiyat edirlər. Nəşrin iddiasına görə Donetsk bölgəsinin hələ də Ukraynanın nəzarəti altında olan hissəsi cəbhənin ən möhkəmləndirilmiş hissələrindən biridir. Çünki orada müdafiə strukturları Rusiyanın tam miqyaslı işğalından çox əvvəl 2014-cü ildən bəri tikilib.